Hər kəs salam, mən Murad, həvəskar şahmatçıyam. Bugün şahmat dərsimizin 17-ci dərsidir. Onu qeyd etmək istəyirəm ki, rus və Azərbaycan dillərində onlayn şahmat dərsləri keçirilir. Aşağıdakı nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Deməli, bu günlərin biz vəzir qambitindən danışacağıq. Vəzir qambiti D4, at F6, ağların C4 gedişindən sonra başlayır. Deməli, burada biz ağlara tətbiq olunan bir tələdən danışacağıq. Deməli, burada biz qaralar əvəzinə oynayırıq Y5. Y5 gedişimizin ümumiyyətcə adı bu debütun sırf qaralar üçün Budapeşt müdafiəsi adlanır. Deməli, Y5 oynadıqdan sonra əlbəttə ki, ağlar D-yə vurur. Çünki görürlər ki, Y5-dəki piyadanın heç bir müdafiəsi yoxdur. Ona görə də o piyadanı götürürlər. Biz də oynayırıq at F6. Həm də bunu da əlavə edeyim. Piyadanı götürdükdən sonra ata da hücum olur. Ona görə bu ağlar üçün müsbət bir gedişdir. Deməli, biz isə burada atımızı qaçırırıq, oynayırıq at J4. At J4 gedişindən sonra biz deməli Y5-dəki piyadaya hücum etmiş oluruq. Ona görə də ağlar oynayır fil F4 ki, Y5-dəki piyadasını qorusun. Biz bir daha hücum edirik, ağlar bir daha qorunurlar. At C6, at F6 oynayır, at F3 oynayırlar və bu gedişlərdən sonra biz burada oynayırıq fil B4, rəqibin şah veririk və burada ağlar üçün yeganə bir gediş olur, at D2. Deməli isə biz burada oynayırıq vəzir Y7. Vəzir Y7 oynamağın məqsədini belə deyim, 2 gedişdən sonra artıq biləcəksiniz nə görə oynadıq. Burada isə ağlar oynayır, belə baxsaq məntiqi gedişdir. Oynayırlar A3. A3 oynamağın məqsədi odur ki, biz ya filimizi A5-ə və yaxud C5-ə çəkək və onlar da rahat öz fiqurlarını inkişaf elətdirsinlər və yaxud piyadalarını irəli sürsünlər. Amma biz buna baxmayaraq oynayırıq at vurur Y5 və burada gözə bir çatmayan gediş olur qaralar üçün. Əlbəttə burada ağlar götürsə biz oynayırıq at D3. At D3-dən sonra görürük ki, lövhədə belə gözəl bir mat olur. Bu deməli Budapeşt müdafiəsidir. Ağlara tətbiq olunan təllərdən biridir. İstifadə edə bilərsiniz. Budapeşt müdafiəsi vəzir qambiti çünki çox populyar bir qambitdir. Qaralara qarşı onu çox oynayırlar. Ona görə də Budapeşt müdafiəsini tətbiq eləyə bilərsiniz rəqiblərinizə. Çünki yenə də deməli burada at Y5 oynamaq həqiqətən gözə çarpmır ki, bir gedişlik burada mat var. Ona görə də çox vaxt ağlar səhv edib B4-dəki fili götürürlər və bir gedişlik mat alırlar. Ona görə istifadə edə bilərsiniz. Sağ olun, gələn dərsləri görüşənədək.